محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين، سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم مصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين، لا سيما بقية الله العظيم، روحي لتراب مقدم الفداء، واللعن الدائم على أعدائهم أجمعين. Hamınıza Allah'ın selamı olsun. Mübarek günler, hem Şaban ayının gelişi, hem İslam şəxsiyyətlərinin viladəti, hem bütövlüğü cümeyinin özü Allah tərəfindən hamımıza mübarək və bərəkətli qərar verilsin. Amin. Özümü və sizi ilahi təqvaya dəvət edirəm. Təqvalı olmaq, təqva ilə yaşamaq, ilahi bir nemətdir. Hoş o insanların halına ki, təqvanı öz həyatlarında cari edirlər, təqvanı olaraq yaşayırlar, ömür sürürlər və Allah nəsib edirsə o cürlərdə ölürlər. Əgər insan təqvalı olmasa, çox ağır aqibət gözləyir. Elə bir aqibət, elə bir sonuç gözləyir ki, insan hələ gerçəkdə onu yaşamasa da oxumağı, mütaliə etməyi belə insana dəhşət getirir. Quran-ı Kərim bu dünyada Allah'tan qorxmayıb, günah edənlər, Allahın günahlarımızın nəticəsi olaraq bizə verəcəyi cəzalardan qorxmayıb, Allahın vaciblərinə riayət etməyib, haramlarına əməl edənləri, Allahın buyurduğunu tam əks əməl edənləri çox pis aqibətlə tanıdıb. O aqibətlərinin necə olacağını bəlli. Quran-ı Kərim buyurur: لِيَحْمِلُوا أَبْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ وَمِنْ أَبْزَارِ الَّذِينَ يُضِلُّونَهُمْ بِغَيْرِ عِلْمٍ أَلَا سَاءَ مَا يَزِرُونَ. Quran-ı Kərim deyir, o insanlar ki, bu dünyada təqvanla yaşamayıblar, Allah deyən kimi yaşamayıblar, günahla yaşayırlar, haramla yaşayırlar. Günah, haram deyəndə məna hələ təkcə yemək içmək deyil. Yəni, haramın mənası da daha genişdir, vacibatın mənası da daha genişdir. Bəzən insan bir namaz qılır, bir oruç tutur, yeməyinə fikir verir, içməyinə fikir verir, elə bir elə qutardı. Xeyr, Allahın yolunu qutarmağı yoxdur. Ölənə qədər Allahın yolu üzü yüksəyə doğru gedən bir yoldur. O bitmir, davam edir. Quran-ı Kərim deyir, o insanlar ki, təqvalı olmayıb öləcəklər, o cürdə canlarını verəcəklər, həmin o insanlar öz günah yüklərini tam olaraq daşıyacaqlar, öz günahları ilə yüklənəcəklər. Bundan əlavə və min əvzarillədiyini yudillunəhum biğeyri. Əgər o insanlardan olurlar ki,
cəmaatın nadanlığından, zəifliyindən, elmsizliyindən istifadə edib onları günaha salıblar. Onlar nə qədər günaha düşürlərsə, onlarla yanaşıb insan da onların yükünü daşıyacaq. Bəs bir öz günahı, bir günaha saldığı insanların günahı, onun yükü onun çiğlərində olacaq. Əla saəmə yazılır. Nə pis yük daşıyırlar, nə pis yükə yüklənirlər. Adam heç öz günahının cavabını verə bilməyəcək və hələ başqasının da günahını götürüb verməyəcək. Ne üçün İslamda var məsələn, elmsiz danışmayın? Məsələn, qiyas haramdır, qiyas məntiqi yox, qiyas fikri haramdır. Məsələn, alimlər o qiyas fikri edirlər, yanlış. Niyə? Çünki insanları qiyas fikri yolundan azdırar. Müqayisə edə bilməzsən, bu məsələdə bu cür deyil, deməli bu məsələdə ona oxşayıb belədir. Hökm verə bilməz insan bu cür, günahdır, haramdır. Onun bəhsi özüdür. Ne üçün deyir insan bilmədiyini danışma? Niyə deyir? Çünki bilmədiyinlə başqasını da günaha salarsan, onun günahı da gələr. O özünə günaha düşər, onun da günahı əlavə özünə gəlir. Əllamə Təbatəvay deyir ki, dünyada ən rahat suala cavab bilmirəmdir. Əgər bir insan deyir ki, bilmirəm, ondan gözəl cavab yoxdur, əgər bilmirsən. Belə adi adamlar çətindir, amma bir alimə çox çətindir, ya bilmirəm sözü bilmək. Hər alim dilinə getirə bilməz bilmirəm sözünü. Nöqsanlı gələr ona. Deyir, nə qədər olardı, bəzi məsələlər vardır, soruşardır, o boydan əllamədə deyər bilmirəm. Bu mənim sahəm deyil, mənim ixtisasım deyil. İnsan ola bilməz hər şeyi bilsin ki. Nə qədər elmlər var dünyada, da İslamın özündə olsun. Əl-Ayyuhal buyurur, özü günaha düşür, başqalarını da günaha salır. Başqalarını da günaha tutarır. İmam Səccad əleyhissalamdan Səccadiyyə duası var. Kitabı var. İmam Səccad əleyhissalamdan dualar kitabıdır. Səhifə-i Səccadiyyə bizə yadigar qalır. Qurandan sonra Nəhcül Bəlağədir bizim mənəviyyat qidamız, qida mənbəyimiz. Sonra Səhifə-i Səccadiyyədir. İmam Səccad əleyhissalamdan dualardır. İmam əleyhissalam təqribən bu mövzuya işarə edir. İmam Səccadın da mövzu ərəfəsi deyil. Həm İmam Hüseynin, Əbəfəzlər Basın, İmam Səccadın bu duadan bir kəlməni tərcümə edəcəyim, cümləni tərcümə edəcəyim. Vaxt var, inşallah başqa yerlərini də qoyacağım. İmam duasında yazır, elə bu ayənin şərhindədir bu dua. Allahümmə səllə ələ Muhammedin və alihi və la tərfə'ni fin-nas dərəcətən illa hətəttəni indəhu nəfsi misləha. Deyir, ilahi, məni insanların gözündə ucatmamışdan, sevdirməmişdən öncə öz nəfsimin yanında alçaldı. İnsanın bir həddi var həyatda, istər-istər cəmiyyətdə nüfus sahibi olur, söz sahibi olur. Adam var, pulunun hesabına olur. Əvvəl pulu yox idi, indi pulu var. Pullu adamın sözdə çox qulaq asarlar axı. Məsələn, adam var, məclis var, görsəniz, gülməli şey deyil, amma o pullu adam gülür, cəmaat da gülür. Heç gülməli söhbət deyil. Tək onun xoşuna gəlsin. O durur gedməyə, o durur gedir, məclis dağılır məsələn. Adam ola bilər varı ilə, dövləti ilə nüfus tapsın insanlar arasında. Ola bilər elmi ilə nüfus tapsın. Ola bilər ibadəti ilə nüfus tapsın. Ola bilər vəzifəsi ilə nüfus tapsın. Bir həddə çatar ki, insanlar onu sevər, insanlar onu hörmət edir, insanlar onun xətrini istəyər, insanlar onun sözünə qulaq asar. İmam Səccad deyir ki, ilahi, mən sənin imamınam, mən də sənə deyirəm, məni o izzət verməmişdən əvvəl özümdə sındır məni, kiçilt məni.
alçalt məni öz yanında. Əgər bunu eləsə versən mən, heç olmasa həmin qədər, misli hal. Əgər heç olmasa bunu eləsən, həmin qədər olsa, o izzət ki var, o nüfuz ki var insanlar arasında, mənə özümü qorumağa mane olmaz. Özümü qoruyaram. Amma sonra adı da var. Və la tuhaddisli izzən zahirən. Allah mənə zahiri izzət verdi, batini zillət də verir. İzzət insanlar arasında yüksəlişdir, zillət kiçikliyidir. Hələ zillətin iki mənası var. Bir zahiri zillət, zahiri kiçiklik, bir batini kiçiklik. Zahiri kiçiklik pisdir. İnsan yanında alçalmaz. İnsan yanında özünü kiçik tutmaz. İnsan yanında öz şərəfsiz olmaz, yaltaq olmaz. Mütləq pis sifət. İnsanın yanında kiçilməz. Buna zahiri zəlalət deyərlər, zillət deyərlər, daha doğrusu bu haramdır. İmam Hüseyin Rəsul deyir, heyhat minnə zillə, hansı zillətdən danışır? Deyir, alçaqlıq bizdən uzaqdır, şuarı İmam Hüseynin. Hansı izzət? O izzət ki, izzin qarşısındaydı. Amma Allahın qarşısında xaliydi. Dedi, bir gecə bizə möhlət verin, Allahla razılıya az eləyək. Bəs zillət iki cürdür. Bir zahiri zillət var insanların qarşısında. Bir batini zillət var o Allah qarşısında. O batini zillət gözəldir. Adam Allah qarşısında özünü sındırar, kiçiklik eləyər. Allaha xatir onun Peyğəmbərinin də qarşısında kiçiklik eləyər. Məhsumun da qarşısında kiçik görsən, adam var gedir ziyarətə, sürünə gedir imamın huzuruna. İmamın Allahın əziz bəndəsinin yanında ona itaatkarlıq eləmək, Allaha itaatkarlıq edir. Allah buyruq burada itaatkarlıq edir. Amma zahiri zillət günah deyil, hətta hər o iş ki, adi işdir, amma səni alçaldır, heç onu da eləmə. Məsələn, 3 şey insana ədalətdən salar. Risalələrdə də var, bunu da indi üləma üçün deyirlər ki, bir müştəhidin ədalətli olmasını necə sobut edirsiniz? 3 yolu var. Biri budur ki, böyük günahlara əncam verməsin. Biri budur ki, kiçik günahları təkrar eləməsin, bir dənə də var. O da budur ki, xilaf-ı mürüvvət eləməsin, cəmaatın bəyənmədiyi, mübah işləri görməsin. Məsələn, adam gedər, görür ki, bir dənə müştəhiddir, məsələn, küçədə durub simiçkə çıxdır. Necə baxarıq, adi işdir də, müştəhiddir, qida qabul edə bilər, ya məsələn, bir dənə küçədə butulka ilə limonat içər. Necə baxarıq biz ona? Adi işdir, amma istər-istəməz onu kiçiltər. Ona görə deyil, onu ədalətdən salar. Bu rəvayətlərdə də var. Deyil, o adi işlər ki, sizi kiçiltir, heç onu da eləməyin. Heç ki, qabağında əzilmir insan. Amma elə işlər görür ki, onun özünü kiçildir. Bu işləri görməyin, kiçilməyin. Zillət kiçil olur. Amma Allah qarşısında gözəl. İmam Əleyhisselam deyir ki, mənə ilahi o izzət ki verirsən, nüfus ki verirsən, söz sahibi kimi edirsən məni, ondan əvvəl mənim özümü sənin yanında sındır. Özümü öz yanında kiçilt. Ta ki o izzətlə bacarım. İnsanların sevgisinin müqabilində iman saxlamaq çətindir. İnsanların məhəbbətinin qarşısında, nüfuzunun qarşısında, nə üçün deyil, məsələn, padişahlara görə ədalətli olsun, onlardan ədalət daha çox gözlənir. Niyə? Çünki padişah 5 milyona, 10 milyona rəhbərlik edir. Təkəbbürü var bunun, şeytanın vəsvəsəsi var, nəfsi var. Onun qarşısında özünü qorumaq çətindir. Ona görə rəvayətlərdə var, onlardan daha çox gözlənir. İnsanların arasında nüfuz, sevgi, izzət qazandığı insan, əgər nəfsi ona hazır olmasa, Allah yanında özünü xar bilməsə,
Allah yanında özünü kiçiltməyibsə, buna hazır deyilsə, mütləq adamı yolundan azdırar. Nüfuzlu insanın da yolundan azması başqasının nüfuzdan salar, başqasının günaha salar. Ayə-i şərifə ona işarədir. Deyir, o insanlar ki, öz günahları heç, öz nüfuzlarından istifadə edib, adi, sadə, avam, cahil insanlar da günaha salıblar, aldadıblar, onların cəhlindən, nadanlığından istifadə edirlər. Nə qədər insanı günaha salıb, o insanların günahını özü də şərikdir. Öz günahından əlavə onun da günahını şərik edəcək. İzzətlə təvazökarlıq tərəzinin, qədimdə tərəzilər olardı. Bir gözünə məsələn meyvəni tərəvəzi qoyarlar, o bir gözünə daş qoyardılar. Çətin də onu çəkmək özlərimizə. Qramları çəkmək çətin də onu gözünə. Sonra daş tərəzi, sonra təzə tərəzilər çıxır. İndiki elektronda o işimiz yox. Amma qədim tərəzilər var. Tərəzinin qaydası, tərəzinin iki gözü olar. Deyir, izzətlə Allah yanında xarlıq əgər bərabər olmasa, o izzət insanı məhv edir. Və insanın zəlalətə düşməsi də rahat. Heç kəs deməsin ki, zəlalətə düşmələm. Bilirsən nə qədər insanlar zəlalətə düşür? Bilirsən nə qədər insanlar yolun azı? İnsan olub bir ömür ibadətlə yola verib, ömrünün sonunda günah edib gelir cəhənnəm. Amma insan da var, tövbə edib, bir qısa müddətdə Allah şəhadət nəsib edib getmək işdir. Bəs Allah təbarək və təala deyir, əgər təqvalı olmasaz, yolunuzdan azmaq asandır. Namazı qıldım, orucu tutdum, ibadətə elədim və salam, işim düzəldi, şeytan mənlə bacarmaz, nəfsim mənlə bacarmaz, dünya mənlə bacarmaz, belə deyil. Daim öz üzərində işləməlisən, daim özündən müğayət olmalısan, daim özünü qorumalısan. Bunun üçün də digər, Allah qarşısında özünü sındırırsın. Ayətullah Həsənzadə buyurdu ki, nə qədər cavansan, özünü sındır. Qocalıq elə özü bir sınırlıq deyil. Nə qədər şəhvətin ovc edir, özünü qoruyur. Nə qədər naməhrəmə meylun var, özünü qoru o işdən. Qocalıqda onsuz da elə adamın halı olmur, onsuz da elə qocalıq süst olur. Özünü insan gerək qorusun bu hallarda. Onun görə cavanlıqda özünü sındır. Cavanlar var məclisimizdə. Qocalıq elə bir sınırlıq deyil. Ya adam xəstə olur, 40-dan sonra adam bir nəfər deyir ki, 60 yaşından sonra yuxudan ayrıldım, gördün ki, heç yerini ağrımır, deməli ölmüsən. Sən gedin. Mütləq arası insan turanı yuxudan arası ağrır. Xülasətül kəlam və Allah təbarək və təala deyir, zəlalət asandır. Kimlər zəlil oldu, zəlalətə düşdü? Musanın qovmu. Musanın qovmuna Allah bir izzət bəxş eləmişdi. Onlar üçün Allah'tan təam gəlirdi. Quran-ı Kərim bunu təam adlandırır. Hədislərdə var ki, quşlardan hazırlanmış yeməklər gəlirdi onlar üçün. Nemətə qərb olmuşdular. Bir həddə çatdı, yavaş-yavaş bunlarda daxili bu nemətlərin içində öz-özü nəfslərini ki, tənzimləməmişdilər. Bunlarda daxili hisslər baş qaldırdı. Dedilər, xeyr, biz neyinirik? Göydən gələn quşu, Allahın göndərdiyi nemətləri. İndi insanda nəfsi olur. Biz istəyirik, yerdən çıxan xiyarı, yerdə bitmiş xiyarı yiyək, soğan yiyək. Rissaiha, fumiha, vədəsiha, bəsəliha. Musa, siz nə danışırsınız? Allah sizə neymət verib, sizi əzizləyib, sizə müqəddəs Kənan torpağını söz verib, ona görə ki, hidayət olursunuz, düz yola gələsiniz, başqasına bir peyğəmbər gəlib, sizə 70 peyğəmbər gəlib. Hidayət olmağınız üçün siz ki, o billərdən çətin hidayət olursunuz.
Ona görə sizə Allah nemət verir ki, çağırasınız, düz yola gəlir. Siz yenidən qayıdırsınız. Allah behişdən nemət göndərir. Siz cığanlıq edib deyirsiniz ki, ya, biz yerdən çıxmış nemət istəyirik. Quran-ı Kərim deyir ki, Musa'nın qovmunun zəlaləti buradan başlayır. Və illa bunlar su istəyirdilər. Musa vururdu əsasını yerə, 12 dənə çeşmə açılırdı. Deyirdi, 12 çeşmədən 12 İsrail oğulları su içsin. Bu neymətin qədrini bilmədiniz. İndi istəyirsiniz ki, özünüz eşit becərəsiz. Allah zəlaləti düçar edirlər. Aldı o neymət əllərindən. Nə əkdilər, nə biçdilər, yavaş-yavaş hidayətdən döndülər. Başqa yerdə də var mısın? Quran-ı Kərim deyir, Məsihilər kitablarında eşitmişlər Peyğəmbər gələcək. Sonuncu Peyğəmbəri həm Yahudilər, həm Məsihilər qədər gözləyən yox idi. Bilirdilər ki, Hicazda yeni Peyğəmbər gələcək və bu sonuncu Peyğəmbər olacaq. Müxtəlif yerlərdən Tevratda, İncildə sonuncu Peyğəmbərin bəşarətini oxuyanlar gəlirdilər, qayıdırdılar Hicaz torpağına ki, Peyğəmbər buradan çıxacaq. Nə qədər gör hidayət olmuşdular. Bu bir hidayətdir, insan Allahın göndərəcəyini gözləyər. Nə qədər bu dəqiqə feyzi var İmam-ı Zamanı gözləməyin. Gecəni gündüzü ibadət eləyəsən, o ruhiyyəndəki İmam-ı Zamanı gözləmək eşq qədər var. Yəni İmam-ı Zamanı gözləmək, intizar-ı fərəc ən ibadətlərin üstündür. O vaxtda Peyğəmbər əkrəmi gözləmək ibadətlərin ən üstünüydü. Və Yahudilər, Nəsranilər bunu riayət edirdilər, gözləyirlər. Amma nə oldu? Elə ki, Peyğəmbər əkrəm gəldi, zəlalətdən döndülər. Hidayətdən döndülər zəlalətə. Zəlalətə döndülər. Gah dedilər, bu bizdən olmalıydı, bu Yahuda olmalıydı. Bu, niyə ərəblərdən oldu? Şeytanın vəsvəsisi, insanın nəfsi, dünyanın cazibəsi. Aldatdı insan. Yəni, sözümün xülasası budur ki, Quran xəbər verir hidayət olub sonra dönmüşlərdən. İndi biz nə imza arxayınıq? Biz aradan arxayınıq ki, biz dönməyəcəyik hidayətimizdən. Ona görə ayə-i şərifə deyir, İmam Səccad deyir ki, nəfsünlə daim mübarizə elə, mücadilə elə, Allahın hər bir neymətin müqabilində şükr elə və deyir ki, Allah məni buna layiq elə. Allah izzət verirsə, Allah məni o izzətə görə hazırla. Əvvəlcə bir öz yanında zəlil et, sonra o izzəti mənə ata elə. Allah insana gücü çatmayan nə bir bəla, nə bir müsibət, nə də bir neymət versin. O neymət ki, mənim əlimə gəlib, məni azdıracaq. İstər mənəvi neymət olsun, İstər maddi neymət. Çünki neymət lazım deyil insana. Hər o şey ki, insanı zəlalətə sala bilər, insanın buna ehtiyacı yoxdur. İnsan ondan uzaq olmalıdır ki, ayə-i şərifədə onu deyir. Deyir, müğayyət olun. Gücünüz çatmayan yükün altına girərsiniz, öz günah yükünüzü daşıyarsınız. Başqalarının günah olmasına da səbəb olarsınız, onların da günahını daşıyarsınız. Və bu da yük daşımaların ən pisidir. Allah'a and verir izzət və cəlalına, bu ayələr, hədislər, rəvayətlər birinci deyəndə, sonra eşiləndə təsirli qərar versin. Gözümüz yolda İmam Zamanın zuhurunu tərcih eləsin. Bismillahirrahmanirrahim. İnna a'teynâkel kevser, fesalli li rabbike venher, inne şâneke huvel ebter.